Uşaqların çox sevdiyi Kinder Lomtiklərin reseptini bölüşürəm. Əvvəlcə qaba 3 ədəd yumurta və üzərinə çay qaşığının ucunda duz əlavə edib ağarana qədər qarışdırıram. Yumurta bir qədər ağardıqdan sonra üzərinə 100 qram qatıq və 50 qram duru yağı əlavə edib yenidən qarışdırıram. Yumurta qarışımını kənara qoyub quru kütləmi hazırlamağa keçirəm. Bunun üçün qaba 150 qram un, 25 qram kakao, 1 ədəd qabartma tozu, 1 ədəd vanil əlavə edib qarışdırıram. Quru kütləmi 2 dəfəyə yumurtalı qarışımın üzərinə töküb yavaş-yavaş qarışdırıram. Bunları edərkən sobamı 180 dərəcədə isinməyə qoyuram. Yağlı kağız sərdiyim 4 gün soba listimə nazik şəkildə olmaqla xəmirimi töküb yayıram. Və təqribən 10 dəqiqəyə əvvəlcədən isitdiyim 180 dərəcəli sobada alt-üst rejimdə bişməyə göndərirəm. Və sonra kremin hazırlanmasına keçirəm. Kremin içliyinə əlavə etmək üçün jelatini hazırlayıram. Bunun üçün 7 qram jelatinin üzərinə 40 qram isti su əlavə edib qarışdırıb kənarda gözlədirəm. Kremi hazırlamaq üçün 200 qram otaq temperaturunda olan kərə yağını yaxşı-yaxşı qarışdırıram. Ağaran yağın üzərinə bir banka qatlaşdırılmış süd, kənarda gözlətdiyim jelatini və bir paket vanil əlavə edib kremimi qarışdırıb kənara qoyuram. Biskvitim artıq hazırdır. Videodan da göründüyü kimi yumuşaq alınır. Biskvitimi əvvəlcə tən ortadan 2 yerə bölürəm. Sonra böldüyüm hissələri yenidən 2 hissəyə bölürəm və 2 hissəni üst-üstə qoyub bərabər düz bucaqlılar kəsirəm. Hazırladığım kremi sıxma torbasına doldurub biskvitin üzərinə çəkirəm. Kremi bir qədər sərgiyə saldıqdan sonra kremin üzərinə digər biskviti əlavə edib hazır edirəm. Bu cür sadə halda da çox ləzzətli olur. İstəsəz üzərinə şokoladlı qanaj da edə bilərsiniz. Mən şokoladla bəzədim. Hər halda çox ləzzətlidir. Bişməklə bitməyi bir olur. Mütləq hazırlayın. Mənə abunə olmağı unutmayın.